Bugün sizə döşəməli plovun hazırlanmasını təqdim edirəm. 1 ədəd doğranmış toyuq ətinə 500 qram nazik uzunsov doğranmış soğan və damaq dadına görə ədviyyatlar əlavə edib yaxşı qarışdırıb 2 saat dinləndirirəm. 4 litr qaynayan suya 2 xörək qaşığı duz və yuyulmuş düyünü əlavə edib pörtülənə kimi qaynadıram. Qazana əvvəlcə yağ əlavə edib əti və soğanları üzərindən yığıram. Düyünü üzərinə yığıb, sonda isə üzərinə zəfəranlı su və sarı kök əlavə edib qazanın qapağını örtüb, təxminən 1 saat 20 dəqiqə çox az istilikdə dəmə qoyuram. Çox dadlı olur. Resepti isə dəqiq ölçüləri ilə videonun açıqlama bölməsindən görə bilərsiniz. Növbəti